İranda hərbi əməliyyatlar zamanı Azərbaycanın bir vətəndaşı xəsarət alıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. O qeyd edib ki, böhran vəziyyətinə uyğun olaraq bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyəsinə gəldikdə, indiki məqamda Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçib deyə Ayxan Hacızadə qeyd edib. O vurğulayıb ki, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq indiki məqamda vətəndaşların təxliyəsi nəzərdə tutulmur. Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə əməl etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur deyə Ayxan Hacızadə vurğulayıb.